Her gün çəkimizdə alındı ki, Hollandermiz, Eyvar Əliyevi, 100-lüyünə həsəl olur Kuruçkalar. Bunu da sizə demək hədiyyə edirik ki, uğurlu imzaları Kuruçkaya mənasınız. Sağ olun. Sağ olun. Təşəkkürlər. Sağ olun. Buyurun. Dünən əməliyyat olmuşdunuz siz. Bugün evə yola salırıq. Qısaca da olsa, yəni siz xəstəlik nə vaxt başlayıb, hansı şikayətlərlə başlayıb və hansı belə deyək də ki, müalicədən sonra nə problemlər oldu? Bu haqda qısaca istərdim məlumat verəsiniz. Xəstəliyin çoxdan oldu, lap çoxdan bilməmişim zor olmalı. Həkimlər özü deməsəydi bilmirdim ki, səndə zor var. Sonra günlər doktorum müalicə gətirib yoxladı, dedi var, düyünü zorlaramır. Müalicəyə yaxın olmadı, müalicə gəldi, 2 il müalicə gəldi. Amma düyünlər böyüyürdü də sizdə. Düyünlər böyüdü, axırıncı da dedi ki, düyünlərin böyüyü yenə başqa bir həkimə də müraciətlə. Sonra kızım buraya həkimə gələndə, xəstəxanaya sizin yanınıza gələndə, dedi gedək, dedim, yox, məndə narahatçılıq yoxdur zola görə. Bilmirəm, bunlar hamısı zoldandır. Bəli. Başım ağrıyır, qulağım ağrıyır, gecə bilmirəm, təngə nəfəs oluram, çox narahat olurdum. Boğulma əməliyyatları çox olurdu sizdə. Boğulma, 2 addım gedirdim, yoldaşım həmişə deyir, sən get cərrahada, sistem zat köşkür, sənin xalın yox. Dünən əməliyyat oldunuz, bugün də gedirsiniz evə. Şükür Allaha, şükür bu günə. Nə hiss edərdiniz əməliyyatla bağlı? Doktor, çox yaxşı həkimsiniz, çox gözəl, yaxşı kimiz olub varsa yaxın vaxtında müalicəsini aparır. Burada, yəni Tibb Universitetinin Tədqiq Cərrahiyyə Klinikasında əməliyyat olunur. Buradakı xidmətdən necə? Yəni razı qaldınızmı? Yaxşıdır, çox yaxşıdır, şükür Allaha. Yaxşı. Sonra da yaxşı olun. İnşallah düzəlir. Mən bunu çox incidir. Mən dolu işini bilirdim həqiqətən də. Allah kömək olsun, keçmiş olsun. 2 adım atırdım, otururdum. Sağ ol. Sağ salamat, yolunuz açıq olsun. Buradan Oğuz'a da salamla.